Palimpsest anlayışı haqqında danışacağıq. Çox məşhur bir əhvalatı xatırlamaq istəyirəm. Əlini rəngdən rəngə bulamış görkəmli rəssam Pablo Picasso 2-ci Dünya müharibəsinin axırlarında təxminən Aralıq dənizi sahilində yerləşən bir şəhərdə orta əsrlərdən qalma çox qədim, gözəl bir qəsrdə özünə sığınacaq tapmışdı. Həmin illər aclıq, qıtlıq illəri idi və aclıq, qıtlıq illəri olduğu üçün rəssam şəkil çəkməyə kətan tapa bilmirdi. Sənətkar içindəki yaratmaq ehtirasını öləziməyə qoymamaq üçün qaldığı qəsrdə əlinə keçən bütün qədim rəsm əsərlərini götürüb astarlayır və həmin rəsmlərin əvvəlki mövzusuna sadiq qalmaq şərti ilə həmin kətanlara öz variantlarını çəkir, alternativ variantlarını. Bu gün həmin versiyaların ikisi də həmin qəsrdə muzey kimi istifadə olunan həmin qəsrdə yanaşı nümayiş olunur. İstanbulda Ayasofya muzeyində də buna bənzər nümunələri görmək olar. Osmanlı İslam memarlığının qazılan, qopub düşən yerlərinin altından Bizans xristian freskaları boy göstərir. Bu, belə demək olarsa, tarixin photoshopudur ya da sənət termini ilə desək, palimpsest. Palimpsest latın dilində yenidən qazılmış deməkdir. Yəni ki, yeninin silinib getməyən köhnənin üstünə yazılaraq qat-baqat olduğu həqiqətlər toplusu. Bu, şəhərlərin tarixində də mövcuddur, əsərlərin tarixində də, memarlıqda da, incəsənətdə də. Palimpsest mətnlər arası əlaqə qurmaq fəndidir. James Joyce'un Ulis romanı, Thomas Eliot'un Bəhrəsiz torpaq poeması, Umberto Eco'nun Qızıl Gülün adı kimi əsərləri palimpsest əsərlərdir. Yəni qat-baqatdır, arxasından başqa əsərlər boylanır. Bu əsərlərin hər birinin altında başqa bir əsər, başqa bir mətn, başqa bir gerçəkliyin hissəsi var. Bəzi alimlər düşünürlər ki, dilin özü ən böyük palimpsestdir. Çünki hər sözün içində başqa sözlər gizlənib. Mütaliə də, şərh də palimpsest xarakterlidir. Çünki hər hansı mətni təhlil edən şərhçi də mətnin altındakı başqa qatları qazıb üzə çıxarır. Fikrin arxeologiyası ilə.